Gəl bir də yazaq da. Oy. Eşidirsən nəbi? Bəli. Ay, sağ ol. Getdik. Bax deyir ki, qrafik verib 3 dənə. Ümumiyyətlə nə yazıb? Sualın şərtini deyir. Açıq quruluşlu alfatik açıq quruluşludur. Disiklit qapalıdır da. Disikloalkan idi, benzollar idi. O disiklitdir. Alifatik açıq quruluşlulardır da. Nə belə deyilmi? Deyir açıq quruluşlu karbohidrogenlər. Sən sıra yadına salarsan ki, müəllim, açıq quruluşlu bir var alkan, yəni CnH, 2n üstəgəl 2. Elə deyilmi? Bir var alken, nədir? CnH2n. Bir də var alkinlə alkaden. Hər ikisinə formulu nə idi? CnH2n-2-dir. Deyir, bax bunlarda, deyir, məsələn, n-i 3-dən böyük bir rəqəm götür. Məsələn, mən götürdüm C4, necə istəyirəm götür, 3-dən böyük. C4H necə olur? 10 olur. Sonra C4H 8 olur. Bir də C4H necə olur? Nəbi? 6 olur. Elə. İndi bax, bir dənə bir nümunə yazdım hələ ki, indi qrafikə sonra baxacağam. Məsələn, alkanlarda bütün karbonlar nə idi? sp necə? 3. sp3, hamısı sp3 gedir, elə. Amma alkenlərdə nədir? Alkenlərdə. Yadına sal nə olurdu alkenlərdə? 4 dənə karbon götürmüşəm. Bunların ikisi mütləq nə olmalı idi? sp2, qalanı da sp3, bu da sp3 olur. Bir dənə C4H6. Məsələn, alkaden də ola bilər, alkin də ola bilər. Alkaden yazıram, bax bu formada 4 dənə karbon, elə. Bu olacaq sp2, bu olacaq sp, bu olacaq sp2, bu da olacaq sp3. Alkində, daha doğrusu alkadeyndə hər üçünə rast gəldik. İndi əsas məsələ yuxarıdakı qrafikə başa düşməkdir. Bax, burada birinci ortadakı nə yazıb ki, hidrogen kütlə payı dəyişmir. Biz də həmişə yadda saxlayırdıq ki, alkenlər var, məsələn, C4H8-də. Alkenlərdə, bax, CnH2n-lərdə hidrogenin omega H heç vaxt dəyişməz. Bunu haradan təyin edə bilərsən? Məsələn, C4H8-lə sən C5H10-u bir-bir kütlə payı tapsan, yəni hidrogenə aid olan kütləni o kütləyə bölüb bizə vursan, cavablar standart eyni rəqəm çıxacaq. Yəni, yadda bir qayda olaraq yadda saxla ki, alkenlərdə, yəni ortada olanlarda dəyişmir. Bax, aşağıda qeyd edirəm, dəyişmir. Alkanlarda isə nədir? Baxmayaraq ki, düsturda 2n+2-dir, hesablama aparanda həmişə görürük hidrogenin kütlə payı getdikcə azalır. Kütlə payı, çünki karbon da artır axı. Karbon daha böyük bir kütləyə malikdir deyən, onun belə deyək, ağırlığı daha çox olur. Amma alkinlərdə və ya alkadenlərdə əksinə hidrogen kütlə payı artacaq. İndi qrafikdə bunları tətbiq edirəm. Dəyişməyən olacaq alkin, alkin. Artan oldu nə? Alkaden, den. Azalan da alkan idi, alkan. Eləmi nəbi? Və sənə deyir ki, nəbi? Bax, birinci qrafik, yəni alkanlarda deyir, hansı hibrid olur? Deyirsən, gördük ki, alkanlarda ancaq sp3-lər ola bilər. Yəni, biri ancaq bir gedə bilər, başqası yox. Dəyişməyən alken idi nəbi? Alkenlərdə də mən nə yazdım? sp2 də ola bilər, sp3 də ola bilər. Yəni, 2 və 3 hər ikisi uyğun gələ bilər. Eləmi? Bu cavabımız 2 və 3. sp2 də. Birlə 2 səhv götürdük. Mən səhv götürdüm. Aysə, 1-lə 2 ola bilər. Üçüncü düz deyəsən nəbi? Və bu arada görürük ki, diqqətinə buradadır. Üçüncüdə də deməli sp2 də var, sp də var, sp3 də var, hər üçü də buradadır. Deməli, hansı olacaq? Deməli, olacaq. İndi qayıt elədim, qayıtdan da təzədən baxarsan.